88-22 hoş geldin. Çok sağ ol. Qəbir üstə gedəndə onu yox görmürlər. Orada heç zat yox çünki görən nurdur. Duyan ruhdur. Nəfəs candır. Bu üçü birində Allahdır. Zərrəsi hər bir insanda. Bu da təhvil veriləndən sonra o artıq nə göydə uçur, nə qəbirdə gəzir, nə evləri dolanır. O yeni nəsilə çevrilir. Orada da qalır, bədən çürüyür, torpağa çevrilir, sümüklər. O sümüklər sənin nəyini duyacaq? Nə kiminə danışırılıbsa, qınaq deyil, acı həqiqətdir. Hamısı nağıl. Çünki orada heç kimi eşitmir. Sadəcə bütpərəstlikdir. Daşı gedirsən, qumu gedirsən, öpürsən, ziyarət edib dönürsən. Və salam. Acı həqiqət. Peyğəmbər buyurur. Həqiqət acı olsa da, xalqın xoşuna gəlməsə də, siz həqiqəti deyin. Mən onu deməliyəm. Əks halda xalq həqiqəti bilməz, bundan zərər çəkər. Deyirəm ki, boş özünüzü yormayın. Həqiqəti deməklə ölümə belə getsəniz, bu sizin üçün zəfərdir. Və salam. Mən də bunu deməliyəm. Qəbir ziyarəti bütpərəstlikdir. Çünki orada ruh yoxdur. Ruh Allahın zərrəsidir. Quran da bunu aydın buyurur ki, ruhun mahiyyəti haqqda sizə cüzi bilgi verdik. Siz ruh haqqda heç bir anlayışa sahib değilsiniz. Ona görə də avvam yol ilə bugünə qədər mən özümdə getmişəm. O kəslər ki, bu Qurana və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirir, məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Qurandan öncə gələn kitab deyir ki, uydurma dinə itayət etmək insanı zahirən hikmətli göstərər. Bizə bugünə qədər zahirən hikmətli görsənib, bizə nələrsə nağıllar danışıblar, biz də inanmışıq. Mən də inanmışım. Fiziki cəhətdən bədənə gələn düşkünlüyün, getsən qəbir üstə ağlayırsan, mən də çox ağlamışam. 45 yaşına kimi bu hikmətləri öyrənəndən sonra mən getmirəm. Nə qəbir üstə, nə yazsam. Fiziki cəhətdən bədənə gələn düşkünlüyün və vurulan zərbələrin o şəxsi deyirlər, heç bir faydası yoxdur. Bu kitab deyir, mənim sözüm deyil. Rəbb bilir ki, bu barədə din alimlərinin düşüncələri boşdur. Odur ki, qoy sizləri kimsə boş sözlərlə aldatmasın. Qoy sizin imanınız insan müdrikliyinə deyil, Allahın lütfüne istinad etsin. Allahın lütfü də hər kəsin qəlbindədir. Quran aydın deyir. İnsan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Git qəlbinə sual ver, oradadır cavab.